Fəsil 39. O birisi gün Aleksandr Yuryeviç Amerika səfirliyinə qəbula getməli idi. Belə ziyafətləri xarici nümayəndələr tez-tez keçirirdilər. Onların iştirakçıları tanınmış incəsənət xadimləri, iş adamları, siyasətçilərdir. İş adamları boyun qaçırmağa, siyasətçilər uzaq durmağa çalışsalar da, incəsənət xadimləri belə yığıncaqlardan xüsusi zövq alırdılar. Bunu sanki onların cəmiyyətdəki yüksək nüfuzunu xarici səfirlərin də qiymətləndirməsi kimi dəyərləndirirdilər. Belə görüşlərdə onlar lazımi tapşırıqlar da əldə edirdilər. Səhər müdirin 3 çantası Praqaya aparan təyyarə havaya qalxdı. Təyyarəyə gömrük yoxlamasının olmaması qabaqcadan razılaşdırılmışdı. Ona görə də çantalar Çexiyanın paytaxtına rahat gəlib çatdı. Bütün günü sahib Konstantin Gavriloviçdən dünənki gecə haqda soruşurdu. Çeryakovun meyitini bir neçə gündən sonra Moskva çayından tapmışdılar. Konstantin Gavriloviç şirkətin başçısını inandıra bilmədi ki, onun adamlarının əli yox idi. Gümüş salatqabı kazinosu ciddi dağıntılara məruz qalsa da, amma Kurçadze razı idi. Çeryakov ölmüşdü. Qraf isə harasa itmişdi. Ancaq deyirdilər ki, o da ölüb. Onun getməyi xoşladığı bilyard otağında atışma olmuş, qrafın bir neçə qulduru da qətlə yetirilmişdi. Axşam Aleksandr Yuryeviç qəbula getməmişdən qabaq onun mühafizə xidmətinin rəisinə zəng vurdu. Qızılgöz generalla haradasa bir tərəf zonada görüşməyi təklif etdi. Aleksandr Yuryeviç qəbula, Konstantin Gavriloviç isə Qızılgöz ilə görüşə getdi. Bundan qabaq o, Aleksandr Yuryeviçi dəhlizə çıxardaraq Vikrovun, Tarxanovun mobil telefonuna qoşulmaq üçün lazım olan avadanlığı tapdığını dedi. Siz onun səmimiyyətə dəvət etsəniz, Konstantin Gavriloviç ehtiyatla dedi. O narahat olmağa başlayacaq. Gedib baş sifarişçiyə də zəng edəcək. Biz onun bütün danışıqlarına nəzarət edəcəyik. Mobil telefonlara qulaq asmaq olduqca asandır. Mən təəccüb edirəm, niyə hamısı bununla məşğul olmur? Anladım, sahib dedi. Fikrimcə, o mütləq bu görüşə gələcək. Orada Stennard olacaq. O, Tarxanova lazımdır. Elə mənə də. Pragmatik Amerikalılar yalnız siyasətçilərə təsir göstərə bilənləri, cəmiyyətdə sayılan adamları dəvət edirdilər. İncəsənət xadimi müsahibə vermirdisə, televiziyada görünmürdüsə, onun belə ziyafətlərdə yeri yox idi. Öz dahiliyini tənhalıqda yaşamalı idi. Səfirliklərdə dahi uğursuzu sevmirdilər. Aleksandr Yuryeviçi belə bayramlara, təqdimatlara həmişə dəvət edirdilər. O hər yerə Jeniya ilə birgə gedirdi. Arvadı ilə çoxdan gəzmirdi ziyafətləri. Jeniya isə təkcə cazibədar qadın deyildi. Həm də ingilis dilini səlis bildiyindən tərcüməçilik də edirdi. Qəbulda Tarxanovu gördüm. O, yaraşıqlı ağbənizlə bərabər dayanmışdı. Rəqibini görərək ona gülümsündü. Sonra qadınla bircə gülümsəyərək onlara yaxınlaşdı. İşlər necə gedir? Tarxanov bu son günlərin hadisələrindən xəbərsiz kimi soruşdu. Əladır. Aleksandr Yuryeviç özünü gülməyə məcbur etdi. Nifrətdən çənəsi sıxılaraq ağrısa da burada səviyyəni saxlamaq lazım idi. Bu məğlubiyyət olardı. Keyer fondu grantlar verəcək, eşitmisinizmi? Tarxanov soruşdu. Deyirlər onlar artıq kömək edəcəkləri qəzet və jurnalların təxmini siyasını tutublar. Təbrik edirəm, Aleksandr Yuryeviç razılaşdı. Sizin qəzetiniz yəqin ki bu siyahıdadır. Hələ bilmirəm, əmin deyiləm. Tarxanov dəqiq cavabdan qaçdı. Yunanistan səfirinin yaxınlaşıb Tarxanovu kənara çəkməsi onların söhbətini yarıda kəsdi. Ağbəniz onların dalınca getdi. Yəqin ki o Tarxanovun katibəsi idi. Son vaxtlar hamı belə ziyafətlərə yaraşıqlı qadınlarla arvadlarını evdə qoyub gəlməyə üstünlük verirdilər. Ən uzaq görənləri isə ailələrini Moskvadan Avropaya göndərirdilər. Orada uşaqlar adlı sanlı məktəblərdə təhsil alırdılar, arvadları isə bahalı imarətlərdə yaşayırdılar. Aleksandr Yuryeviçin yanına Stennard yaxınlaşdı. O, Moskvanın ən nüfuzlu siyasətçilərindən sayılırdı. Onun hətta açıq olmasa da
hakimiyyət üzvlərinə də məsləhətlər verdiyini deyirdilər. Amma bu yalnız şayiələr idi. O tez-tez ölkənin ən tirajlı qəzetlərində məqalələrlə çıxış edirdi. Adətən həmin qəzetlər də sonra Keyer fondunun azad mətbuatın inkişafı üçün ayırdığı qrantları alırdı. Axşamınız xeyir, Aleksandr Yuryeviç, yaxınlaşan Stennard dedi. O, rusca səlis danışırdı. Salam, Aleksandr Yuryeviç cavab verdi. Onun fikrincə, Stennard çox etibarsız və adamda nifrət oyadan tipdir. Amma gülümsəmək lazımdır. Sizinlə danışmaq istəyirəm. Onun dirsəyindən tutub Jeniya ilə başı ilə sağollaşdı. Qadın onu düzgün başa düşərək yerində qaldı. Həmsöhbətlər tərcüməçisiz keçinə bilərdilər. Sizin şirkətinizin uğurlarını diqqətlə izləyirik, Stennard söhbəti başlayaraq dedi. Rusiyada demokratiyanın inkişafında sizin qəzetinizin çox böyük rol oynayır. Sizin telekanalınız dünyada ən baxımlıdır. Çalışırıq. Aleksandr Yuryeviç nifrət etdiyi Tarxanov olan tərəfə qaşqabaqlı halda baxaraq dedi. Amma qəzetinizdəki son məqalələr bizi biraz narahat edir. Həmsöhbəti gülümsəyərək onun fikrindən ayırmağa çalışdı. Niyə narahat edir? O baxışlarını Tarxanovdan ayırmağa məcbur olub soruşdu. Sizin 21-ci əsr qəzetində Kasenko yazır ki, Rusiya və Belarusiyanın ittifaqı iki xalqın dost nümunəsidir. O deyir ki, iki respublikanın 70% əhalisi də bunu dəstəkləməyə hazırdır. Mr. Kasenko bu rəqəmləri haradan tapıb? Bu sağlam düşüncəyə ziddir. Sonra sizin kanal da bunu təkrarladı. Televiziya bizim həyatımızın güzgüsüdür. O aldadıcı olmamalıdır. Amerikalı gülümsündü. Niyə ziddir? Aleksandr Yuryeviç Stennarddan soruşdu. Biz sosioloji sorğuların nəticələrinə əsaslanırıq. Sosiologlar heç də həmişə həqiqəti demirlər. Stennard gülümsünərək dedi. Bu haqda düşünün. Deyəsən, Mr. Kasenko biraz hissə qapılıb. Hamı Belarusiyada insan hüquqlarının pozulmasından danışır. Sizin qəzetiniz isə birləşmənin xeyrindən danışır. Bu düzgün deyil. Özü də sizin kanalınızda. O baxımlı kanaldır. Yoxlanmamış məlumat olmamalıdır. Niyə düzgün deyil? Aleksandr Yuryeviç biraz ədəbsiz halda soruşdu. Siz istəyirsiniz ki, bütün qəzetlər bizim qonşularımız haqda pisliklər yazsın, biz bəzən həqiqəti də yazmalıyıq. Stennard təəccüblə sağ qaşını çatdı. O arıq və hündür idi, lap şüvül kimi. O biraz əyilmiş kimi gəzirdi. Müxbirlərinizi Minskə göndərin. Görəcəklər ki, insan hüquqları necə pozulur. Amerikalı əminliklə dedi. Siz bu haqda öz kanalınızda daha açıq danışa bilərsiniz. Tarxanov zalın o biri tərəfində dayanıb qəhqəhə ilə gülürdü. Jeniya isə onunla olduqca sərbəst danışan bir gənclə aranı sazlamışdı. Bu mövzuda danışan kanallar yetərincədir. Aleksandr Yuryeviç kəskin cavab verdi. Bizim kanaldasa siyasətə o qədər də yer vermirik. Bizdə əsas hədəf gənclərdir. Düzdür, Stennard razılaşdı. Amma gənclər düz yönəldilməlidirlər. Hazırda Keyer fondunda qrantların verilməsi məsələsi həll olunur. Düşünürük ki, sizin qəzetləriniz də bizim siyahıya düşə bilər. O məni satın almaq istəyir, Aleksandr Yuryeviç düşündü. Primitiv və kobud üsulla. Mən razılaşsam, bizim qəzetlər qrant alacaq. Həm də kanalımız televiziyada ən demokratik sayılacaq. İmtina etsəm, jurnalistlər bizi tənqid atəşinə tutub kanalımızı dağıtmağa cəhd edəcəklər. Mən sizin söhbətiniz haqda düşünərəm, o dedi. Əlbəttə, Stennard gülümsədi. Bizim əsas amalımız insan hüquqlarıdır. Onlar Minskdə pozulanda biz susa bilmərik. Sizin qəzetləriniz demokratik amalların qorunmasında daha möhkəm mövqe tutmalıdır. Bu azadlığın hər tərəfli əsaslarıdır. Yaramaz. Aleksandr Yuryeviç neçənci dəfədir ki, bunu düşündü. Nədən istəyirsən danışmağa? Nə qədər olursa pul verməyə hazırdır. Tək ki, qonşu dövlətdəki qurum pislənsin. O elə bilir ki, biz səfih insanlarıq. Onlar bu birliyi istəmirlər. Ona görə də var gücləri ilə çalışırlar. 100 milyon dollar Moskvadakı qəzet və jurnallara vermək. Bu ittifaqdan bizi yayındırmaq, Belarusiya ilə qonşu dövlətlərin
qorunmasına ayrılan milyardlardan yaxşıdır. O elə fikirləşir ki, hamını almaq olar. Baxmayaraq ki, Stendhardın səxavətli addımlarının mənasını çox gözəl başa düşürdü, o dedi: "Təkliflərinizə görə minnətdaram, cənab Stendhard. Biz gələcəkdə də demokratiyanın və azadlığın prinsiplərini qoruyacağıq." O bilirdi ki, bu düzgün deyil, amma Stendhard da bilirdi ki, o hər şeyi anlayır. Aleksandr Yuryeviç də Stendhardın bundan xəbər olduğunu bilirdi. Qapalı dairə alınırdı. Tərəfdaşlar bir-birindən razıdırlar və heç bir xəyal qurmurdular. "Siz daha dəqiq mövqedə dayanmalısınız," Stendhard dedi. "Cənab Lukashenkoya insan hüquqlarını pozmağa icazə vermək olmaz." "Yaramaz," Aleksandr Yuryeviç düşündü. "Alçaqcasına və utanmadan mənə məsləhət verir." O ağzını açdı ki, həmsöhbətinə nalayiq sözlər desin, amma nəfəsini dərindən alaraq dedi: "Biz imkanlarımız daxilində dəqiq və gərəksiz olmağa çalışacağıq. Keir fondunun qrantları 2 milyon dollardır. Bu haqda düşünməyə dəyər. Biraz tənqid atəşinə tutulsa, Belarusiyanın prezidentinə heç nə olmaz, amma onun qəzetləri bu pulları ala bilərlər. Biz sizin fikrinizi nəzərə alarıq," özünə nifrət edərək o yenidən dedi. Stendharddan tez aralandı. O, narazı halda cavan oğlanla gülə-gülə danışan Jenyaya yaxınlaşdı. "Tanış olun," Jenya heç nə olmamış kimi dedi. "Cənab Vittorio Zanetti. O məni, Kapustini, Kasenkonu, Yakov Abramoviçi onların jurnalının hesabına Fransa və İtaliya ilə səyahətə dəvət edir. Onlar bizim səyahətimizi maliyyələşdirirlər. Bizim orada olduğumuz müddəti də planlaşdıracaqlar." Cavan adam sevinclə gülürdü. "Mütləq," cavabında gülməyə çalışaraq Aleksandr Yuryeviç dedi. O Jenyanın əlindən tutaraq yaraşıqlı xaricidən aralandı. Sonra astadan dedi: "Axmaq." Qadın heç küsmədi də. Onun belə sözlərindən o küsmürdü. Sadəcə əlini çəkib dedi: "Sən təhqir etməsən deyə başa düşürəm, amma Kasenko və Kapustin Avropaya gedə bilərlər. Onlar onsuz da heç bir şey həll etmirlər. Kasenko şeytan kimidir. Onu Madrid və ya Parisə səyahətlə şirinləşdirmək olmaz. O tərsdir. Rusiyanın və Belarusiyanın ittifaqı iki dövlətə də xeyirlidir. Buna aldanmayacaqlar. Kapustinə isə xarici təcrübə ilə tanışlıq pis olmaz. Onların bizdən tam fərqli iş üsulu var. Yakov Abramoviçin işi çox olduğundan o etiraz edəcək. Mənə gəldikdə isə o sustu və Aleksandr Yuryeviç bildi nə eşidəcək. "Sənin razılığın olmadan mən heç yana gedən deyiləm," o sözünü bitirdi. O yenidən qadının əlindən tutdu. "Bağışla, deyəsən mən artıq əskik danışdım." Qadın kefsiz halda gülümsündü. Amma bu dəfə əlini çəkmədi. "Axır vaxtlar sən əvvəlkindən əsəbi olmusan." "Hə, sinirlərim pozulub." Aleksandr Yuryeviç Tarxanova baxaraq razılaşdı. O Stendhardla danışaraq onlara tərəf baxdı. "Köpək oğlu." Aleksandr Yuryeviç artıq neçənci dəfə nifrətlə düşünərək onlara yaxınlaşdı. Stendhard onu görərək hərəkətlə ona işarə etdi. "Biz cənab Tarxanovla sizin qəzet və jurnallarınızın bizimlə daha da sıx əməkdaşlıq etməsi haqda danışırdıq," Amerikalı başa saldı. "Biz sizin bir neçə jurnalistinizi hər il Amerikada qəbul etməyə hazırıq. Amerika jurnalistlərinin iş üsulunu öyrənmələri üçün. Məncə, bu hamımız üçün əlverişli olar. Bir-birimizi başa düşməyə kömək edir." Tarxanov güldü. Aleksandr Yuryeviç özünü saxlaya bilməyərək dedi: "Bəziləri Amerikanın təcrübəsini artıq həyata da keçirirlər." "Siz nə demək istəyirsiniz?" Stendhard başa düşmədi. "Bizdə artıq rəqibləri fiziki cəhətdən aradan götürmək üsulları həyata keçirilir." Aleksandr Yuryeviç bərkdən deyərək Tarxanovun gözlərinə baxdı. "Məsələn, arzuolunmaz kanalın rəhbərlərini yaxud rəqibini aradan götürmək üçün quldurlar tuturlar." Amerikalı gülümsündü. Tarxanov diksinərək gözlərini yana çevirdi. O bilirdi. İndi heç bir şübhə qalmırdı. O hər şeyi bilirdi. Bu o idi. Aleksandr Yuryeviç yumruqlarını sıxdı. Amerikalı onun çiynindən şappıldatdı. "Bu Amerikan təcrübəsi deyil. Daha çox İtalyan sayağıdır. Kaza Nostra. Biz artıq bu üsullara əl atmırıq."
Tarxanovun rengi qaçsa da o məcburən gülümsəyirdi. Aleksandr Yuryeviç qəzəbləndiyini hiss edərək əsəbi halda dedi. Bizim kanalların başçıları heç bir mənəvi normaları nəzərə almırlar. Onlar öz işlərini aşırmaq üçün peşəkar qatillər tuturlar. Bu sözləri eşidən Tarxanov dözmədi. Onun üzünün ifadəsi dəyişdi. O, nə isə qarmaqarışıq sözlərlə üzrxahlıq edərək tez onlardan aralandı. Qəbula gətirdiyi yanındakı sarışını belə unudaraq çıxışa tərəf getdi. Stenler gülümsəyərək təəccüblə onun ardınca baxdı. Ona nə oldu? Amerikalı soruşdu. Yəqin başı ağrımağa başlayıb. Bu səhnədən məmnun qalan Aleksandr Yuryeviç əl telefonunu çıxartdı. Stenardın yanına Mədəniyyət naziri yaxınlaşırdı. Aleksandr Yuryeviç isə öz mühafizə xidmətinin rəisinə zəng edirdi. Konstantin Gavriloviç, o sakitcə dedi. Siz düz deyirmişsiniz. Mən indi əmin oldum. Onun bütün danışıqları haqda mənə məruzə edin. Məncə bu yaxın dəqiqələrdə o kiməsə zəng edəcək. Siz ona hər şeyi dediniz? Konstantin Gavriloviç narahatlıqla soruşdu. Ona hər şey haqda danışdınız? Yox, amma o hamısını anladı. Onun danışıqlarına qulaq asın. O indi kiməsə zəng edəcək. Telefonu qapadıb Aleksandr Yuryeviç çevrildi. Jenya yenə də o yaraşıqlı Zanetti ilə söhbət edirdi. Qadının hər şeyi başa salmasına baxmayaraq onun əhvalı tamam pozuldu. Səfirlikdən tələsik çıxan Tarxanov bu vaxt həyəcanla tanış nömrəni yığdı. O hər şeyi bilir. Tarxanov qışqırdı. O bilir. Yəqin ki, yenə də o lənətə gəlmiş jurnalist Kuznetsovdur. Ya da ki, onun generalı. Axmaqlıq etmə, həmsöhbəti ona məsləhət gördü. Gəl yanıma danışarıq. O mənə hər şeyi danışdı. Tarxanov yenə də başladı. Bəsdir, həmsöhbəti acıqla onun sözünü kəsdi. Bu jurnalist öz başına hərəkət etmir. Onun xüsusi tapşırığı var. Gəl yanıma danışarıq. Bu vaxt Konstantin Gavriloviç restoranda Qızılgöz ilə oturmuşdu. Onlar üçün ayrıca otaq sifariş olunmuşdu. İkisi də diqqətlə qrafın Tarxanovla danışığına qulaq asırdı. Biz heç nə bilmirdik, Qızılgöz kefsiz halda dedi. Onlar bizim razılığımız olmadan hərəkət ediblər. Qraf da, Tit də, Radion Çervyakov da siyasətə qoşulmaq istəyiblər. Axmaqlar özlərinə belə arxa tapmaq arzusunda olublar. Siyasəti bizim işdən təmiz hesab ediblər. Onlar sizi də, bizi də pis vəziyyətə qoyublar, Konstantin Gavriloviç təkidlə dedi. Biz heç vaxt sizin düşündüyünüzü Titin başına aça bilməzdik. Onu sadəcə qorxutmaq istəyirdik. O isə öldü. Mən əminəm ki, patoloq anatomlar bunu təsdiqləyirlər. Artıq təyin ediblər. Qızılgöz qaşqabaqlı halda dedi. Amma siz ona toxunmusunuz. Sadəcə o tez ölüb. Ona görə də narahatçılığımıza görə bizə 100.000 verməlisiniz. Bəs kazino necə olsun? Sizin adamlarınız bizim dostumuzu ziyan vurublar axı, Konstantin Gavriloviç soruşdu. Bizim adamlarımız yox, qrafın quldurları. O sağ qalsa ondan da soruşarsınız. Qızılgöz təklif etdi. O hamısını aldadıb. Sizi, bizi, sifarişçiləri. Bəs kirlər necə olsun? Onu geri çağıracaqsınız? Nə üçün? Qızılgöz gülümsündü. Qulaq asın. Burada maraqlı yerlər var. Şəxsən bəzi sözlərə qulaq asmağınızı xahiş edirəm. Bu kaseti yerindən qoydu. Bağışlayın. Qrafın səsi gəldi. Uşaqlara kazino ilə bağlı təlimatlar verirdim. Bütün dəstələr ayağa qalxıb. Sizin şalvarınızı soyundurduğunuz yaramaza görə Tarxanovun səsi gəldi. Həmişə siz öz işinizi kiminsə boynuna qoyursunuz. Görürsünüz, Qızılgöz gülərək dedi. Bu adamın xoşuna gəlmir kiminsə işini onun boynuna qoyanda. Bir də qulaq asın. O yenidən düyməni bastı. Kazino haqda həqiqəti daha kim bilir? Tarxanov qəzəblə soruşdu. Mən sizin Robin Guttə öldürülən oğruya görə qisas almağa can atan səfiklərinizi demirəm. Məncə yetər, Qızılgöz dedi. Bu adam bizə hörmət etmir.
Deməli, biz öz işimizi heç kimin boynuna qoymadan özümüz edərik. Onun dediyi kimi Robin Hood olarıq. Bu sizin işinizdir. Konstantin Gavriloviç çiyinlərini tərpətdi. Amma bilin ki, o çox tanınmış adamdır. Başınız ağrıya bilər. Bu sizdə ola bilər, quldur güldü. Bizdə isə qətlilər baş verə bilər. Başda deşik bütün məsələləri həll edir. Deməli danışdıq. Narahatçılığımıza görə bizə 100.000 verirsiniz, dost kimi ayrılırıq. Siz killeri geri çağırırsınız? Əlbəttə, Qızılgöz razılaşdı. Əmin ola bilərsiniz. Danışdıq. Konstantin Gavriloviç razılıq əlaməti olaraq başını tərpətdi. O evə qaydanda Vixrovun bədbəxt görkəmdə onu gözlədiyini gördü. Nə olub? General soruşdu. Siz bilirsiniz o kimə zəng vurdu? Cavab vermək əvəzinə Vixrov soruşdu və soyadı dedi. Konstantin Gavriloviç astaca stula oturdu. Udqunaraq Qızılgözün sözünü xatırlayıb fikirli halda dedi. Tarxanov üçün daha pis olacaq. Onsuz da artıq hökm verilib. Nə? Vixrov soruşdu. Heç nə. Sən bu soyadı heç vaxt eşitməmisən. Bilmirsən o kimdir. Sən məni başa düşdün? Vixrov başını tərpəklərlə razılığını bildirdi. Sonra özünü saxlaya bilməyərək soruşdu. Konstantin Gavriloviç, bir sual vermək olar? Bir dənə olar. General nəfəsini dərib dedi. Amma sonuncu olsun. Bu zibilin içində nə vaxta qədər yaşayacağıq? O gözlənilməz sual verdi. General özünü itirdi. Ömründə birinci dəfə idi ki, bilmirdi nə desin. Sükutu pozmaq üçün söyüş söydü. Ucadan və iyrənc. Bu, onun Vixrovun sualına cavabı idi.